5-ci tapşırıq sürətin proyeksiyasının zamanın asılılığı verilmişdir. Bu cismə təsirin əvəzləyici qüvvənin proyeksiyasının zamanın asılılığı istənilir. Bildiyimiz kimi F əvəzləyici bərabərdir MA-dır. Yəni təcil və qüvvə qrafikləri bir-birinin bənzəridir. Yəni asılılıqlar eyni formada olduğu üçün, yəni tapdığımız təcil qrafiki həmçinin qüvvənin qrafiki hesablanır, sayılır. Yəni buradan fikir versək, hər iki proses sürətin müsbət qiymətində baş verib. Odur ki, hərəkət OX oxu istiqamətdə baş vermiş olur və burada OX oxu istiqamətdə yavaşlayır. Yəni sürətimiz müsbətdirsə, yavaşlayırsa təcilimiz mənfidir. Bu hissədə isə OX oxu istiqamətli, yenə də müsbətdir, yeyinləşir, A da müsbətdir. Yəni qrafik və bərabər təcilli hərəkətdir. Bərabər təcil hərəkətdə sürət nə qiymətində, istiqamətində yol boyunca dəyişmir. Odur ki, təcilin zamandan asılı qrafikini çəkəriksə, yəni burada T1 olsun və burada T2 olsun. İlk öncə təcilimiz mənfi qiymət alır, yəni mənfidə yazırıq və buradan belə qırıq-qırıq xət qoysaq. Digər hissə isə müsbətdədir. Baxın, qrafikimiz bu formada olacaq. Yəni, qeyd etdiyim kimi, təcil zaman qrafiki hansı formada olarsa, əvəzləyici qüvvənin zamanın asılılığı da o formada çəkilir. Yəni, daha rahat olsun deyə belə deyədə saxlamaq olar. Qrafik xətti əlimiz aşağı doğru aparırsa, təcilin qiyməti mənfi, yuxarıya doğru aparırsa, müsbətdir. Amma təcil olmağını unutmuruq. Yəni, qrafik sabit olmalıdır.